Hafsa binti Ömər radiyallahu anhə İslam tarixində həm Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zövcəsi, həm də Qurani Kərimin qorunmasında mühüm rol oynamış müstəsna bir şəxsiyyətdir. O, ikinci xəlifə Həzrət Ömər ibn Xattabın radiyallahu anh qızı idi. Uşaqlıqdan etibarən sərtliklə mərhəməti, ciddiliklə təqvani bir arada görərək böyümüşdü. Hafsa radiyallahu anhə hicrətdən əvvəl Xuneys ibn Huzeyfə Əs-Səhmi radiyallahu anh ilə evlənmişdi. Xuneys Bədir və Uhud döyüşlərində iştirak etmiş, Uhuddan sonra aldığı yaralar səbəbilə vəfat etmişdi. Hafsa radiyallahu anhə gənc yaşında dul qaldı. Bu ağır imtahan onun imanını zəiflətmədi. Əksinə, daha da möhkəmləndirdi. Həzrət Ömər radiyallahu anh qızının vəziyyətinə görə narahat idi və onun üçün salih bir həyat yoldaşı axtarırdı. Bu niyyətlə əvvəl Həzrət Osman radiyallahu anh və sonra Həzrət Əbubəkr radiyallahu anh ilə danışdı. Lakin bir cavab ala bilmədi. Bir müddət sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Hafsa radiyallahu anhə ilə evləndi. Bu evlilik Hafsa üçün şərəf, Həzrət Ömər üçün isə böyük bir sevinci oldu. Hafsa binti Ömər elmə və ibadətə düşkün idi. O, oxumağı və yazmağı bilən nadir qadın səhabələrdən idi. Gecələri namazla, gündüzləri oruca keçirməyə çalışar, Allahdan qorxusu ilə tanınardı. Bu səbəblə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu Qəvvamə və Səvvamə, çox namaz qılan və çox oruç tutan kimi təsvir etmişdi. Onun xarakterində bəzən sərtlik də var idi. Bu sərtlik atası Həzrət Ömərdən gələn bir ciddilik idi. Lakin bu hal onu haqsızlığa deyil, haqqı qorumağa yönəldirdi. Quran-Kərimdə Təhrim surəsinin bəzi ayələri onun və Həzrət Ayşə ilə bağlı nazil olmuş, bu hadisə Hafsa radiyallahu anh üçün böyük bir tərbiyə vəsiləsi olmuşdu. O, bu xəbərdarlığı dərin bir təvazü ilə qarşılamış, həyatını daha da diqqətlə yaşamışdı. Hafsa binti Ömər radiyallahu anhənin İslam tarixindəki ən mühüm rolu isə Qurani Kərimin musaf halında qorunması ilə bağlıdır. Həzrət Əbubəkrin xəlifəliyi dövründə toplanan Qurani Kərimin nüsxəsi Həzrət Ömərin vəfatından sonra Hafsanın yanında saxlanmışdı. Həzrət Osman dövründə çoxaldılan rəsmi musaflar məhz bu nüsxə əsasında yazılmış və sonra yenidən Hafsaya qaytarılmışdı. Bu, ona verilmiş adi bir əmanət deyildi. Bu, ümmətin kitabının qorunması idi. Hafsa radiyallahu anhə bu əmanəti ömrünün sonuna qədər böyük bir məsuliyyətlə qorudu. Hafsa binti Ömər bizə bir həqiqəti öyrədir. Əsl qüdrət görünməz sirlərdə, səssiz vəzifələrdə üzə çıxır. Bir qəlbin sədaqəti bütün ümmətin gələcəyini işıqlandıra bilər. Onun həyatı göstərir ki, səssiz görünən xidmətlər bəzən ümmətin gələcəyini qoruyur.